Praqada Azalın təyyarəsinə qarşı təxribat olduğu bildirilir. Qaramasqallar və polis hadisə yerinə gəlib. Yanvarın 5-də Praqa-Bakı reysini həyata keçirən Azərbaycan Hava Yollarına məxsus təyyarənin trapında insident yaşanıb. Bu barədə Çexiyanın paytaxtı Praqada yaşayan Azərbaycanlı Mətanət Əzzova özünün sosial şəbəkə hesabında yazıb. Onun bildirdiyinə görə bir nəfər qeydiyyatdan keçmədən qanunsuz şəkildə hava gəmisinə minmək istəyib. Və statı diqqətinizə çatdırıram. Praqa aeroportunda Praqa-Bakı reysinin gözləmə zalında bir kişi yoxlamadan keçmədən qanunsuz trapa daxil olub və təyyarə tərəfə getdi. Hayküy düşdü, cinayətkar heç kəsə tabe olmurdu. Onun məqsədi sərnişinlərdən qabaq təyyarəyə girməkdir. Ümumi olaraq dayandırmaq üçün 30 dəqiqə ərzində aeroportun təhlükəsizlik xidməti çox sayda polis, 10-a yaxın qaramasqalı cəlb olundu. Sonra itlər, xüsusi qurğular və s. Mətanət Əzzova bildirir ki, həmin şəxs zərərsizləşdirildi. Əsas mövzu isə bu deyildir. Əsas bilirsiniz, kim birinci cinayətkarın qarşısına çıxdı, kim onu təyyarəyə girməyə qoymadı. Azalın təyyarə bələdçisi. Baxmayaraq ki, ona qarşı ciddi fiziki güc tətbiq edilirdi. Əməlli başlı, deməli, qaydasız döyüş idi. İnanırsınız, polis gələnə qədər o cavan oğlan cinayətkara imkan vermədi ki, təyyarəyə minsin. Bunu niyə yazdım? Azaldan xahiş etmək istəyirəm. Bugünkü reysdə işləyən hər kəs mükafatlandırılsın. Əsas da o qara buğdayı qəhrəmanımız öncədən təşəkkür eləyirəm deyə. Deməli, bu sözləri Çexiyanın paytaxtı Praqada yaşayan Azərbaycanlı Mətanət Əzzova özünün sosial şəbəkə hesabında qeyd eləyib.